Salam. 2024-cü il abituriyent jurnalında yer alan belə bir model testini izah edirəm sizlər üçün. Nəcəf bəy Vəzirovun Müsbəti Fəxrəddin faciəsində obrazların davranış və əməllərinə görə uyğunluğu müəyyən edin. Bizə burada 3 obraz veribdir. Fəxrəddin bəy, Mahmud bəy və Şahmar bəy. Fəxrəddin bəy yəqin ki bilirik, baş obrazdır. Mahmud bəy Fəxrəddin bəyin qan davalısı, belə deyək. O Rüstəm bəyin oğludur. Mahmud bəy, Şahmar bəy isə Fəxrəddin bəyin qardaşıdır. A'dan başlayaq. Rüstəm bəyin intiqam hisslərinin səbəbini anlayır. Bu Fəxrəddin bəyə aiddir. Burada anlama məsələsi var da, yəni düşüncə məsələsi varsa bu Fəxrəddin bəyin üzərinə gedəcək. Bəli, anlayır. Bilir ki, qan davalıdırlar. Onlardan da ölüm itim olubdur. Bunlardan da ölüm olubdur. B variantına baxırıq. Ölüm ayağında olarkən Gülbaharı qorumağa tapşırır. Gülbahar Fəxrəddinin bacısı idi. Mahmudun isə arvadı idi. Mahmud bəy vuruşmada yaralanıb gətiriləndə evə, orada bəli Gülbaharı tapşırır, onu qorumağı tapşırır, incitməməklərini deyir. B variantı aid olacaq ki, Mahmud bəyə. C-də deyir, Rüstəm bəylə danışıq aparmağı düşünür. Rüstəm bəylə danışıq aparmağı düşünən deməli Fəxrəddin bəydir. Bəli, Fəxrəddin bəydir. Rüstəm bəylə danışıq aparmağı düşünür ki, bu qan davası aradan qalxsın. D variantında deyir, atasının intiqamını almaq hissi ilə alışıb yanır. Atasının intiqamı hissi ilə alışıb yanan burada Şahmar bəydir. Şahmar bəy Fəxrəddin bəyin deməli qardaşıdır, kiçik qardaşıdır. Və atasının intiqam hissini alışıb yanır. Çünki Rüstəm bəy atasını öldürmüşdür. Bunların E-də deyir ki, Fəxrəddini qan davasına qoşmaq fikrindədir. Qan davasına qoşmaq istəyən Şahmar bəydir, onun kiçik qardaşıdır. Cavabımız olacaq Fəxrəddin A, C, Mahmud bəy B, Şahmar bəy isə D, E. A, C, B, D, E. D variantı.